Növbəti sual. Növbəti sualda deyir ki, böyük coğrafi kəşflər dövründə uzaq səfərlərin məqsədi nə idi? Gəlin baxaq. Yeni coğrafi adları xəritəyə əlavə etmək, ölkələri, xalqları tanımaq, yeni torpaqlarını zəbt etmək, daha çox gəlir əldə etmək. Bəli, əsas məqsəd böyük coğrafi kəşflər dövründə yeni torpaqları zəbt etmək və daha çox gəlir əldə etmək olmuşdur ki, müxtəlif dövlətlər buna görə uzaq məsafələrə səyahətlər edirdilər. Buna görə düzgün cavab burada olur C variantı. Daha sonra 32-ci sual. 32-ci sualda deyir ki, Günəş sistemi planetlərinə aid nəzəriyyənin sxematik təsvirinin aid olduğu səyyahı təyin edin. Gəlin baxaq. Görürük ki, burada Günəş mərkəzdə, digər planetlər isə salam. Bu kitabın elektron versiyası mən görməmişəm. Ola bilsin ki, olsun. Telegram kanallarına baxsaz bəlkə orada olar. Telegram kanalında mövcud ola bilər. Demək, 32-ci sualda deyir ki, Günəş sisteminin planetlərinə aid olan nəzəriyyənin sxematik təsvirinə aid olduğu demək, səyyah. Burada heliosentrik nəzəriyyədir. Heliosentrikin müəllifi də biz bilirik ki, Nikolay Kopernikdir. Əgər burada Günəş mərkəzli olmasaydı, yer mərkəzli olsaydı, bu zaman biz Ptolemeyə götürəcəkdik. Buna görə düzgün cavab olur B variantı. Heliosentrik nəzəriyyədir. Günəş mərkəzdə, digər planetlər isə onun ətrafında fırlanır. 33-cü sual deyir ki, quru suları onların digər yer təbəqələri ilə qarşılıqlı əlaqəsini öyrənir. Quru sularını öyrənən elm deməli hidrologiyadır. Buna görə B variantıdır. Geomorfologiya yerin relyefini öyrənir. Paleocoğrafiya qədim dövrdən bu günə inkişaf tarixini öyrənir. İqlimşünaslıq yerin adından göründüyü kimi iqlimini öyrənir. Meteorologiya isə havanı öyrənir. Quru sularını onların yer təbəqələri ilə qarşılıqlı əlaqəsini öyrənən elm isə kitabın adı Amid Məmmədovdur. Amid Məmmədovun coğrafiya testidir, söz verərlərsə. Demək, iqtisadi coğrafiya elminin banisi. İqtisadi coğrafiya elminin banisi Rus alimi Lomonosov hesab olunur. Humboldt biocoğrafiyanın müəllifidir. Dokuçayev isə torpaq coğrafiyasının müəllifidir. Mercator da demək, xəritənin və xəritəşünaslığın müəllifidir. Buna görə düzgün cavab olacaq C variantı. Növbəti sual, 35-ci sual. 35-ci sualda klaster verilib və bizə deyir ki, nə deyir? Klasterdə doğru olmayan sıranı müəyyən edin. Gəlin baxaq. Demək, klasterdə doğru olmayan sıra Amerika Vespucci tərəfindən deyir ki, böyük coğrafi kəşflər dövrünə aid olan belə deyək sıralar verilib. Bizə yanlış soruşur ki, hansı böyük coğrafi kəşflər dövrünə aid deyil. Gəlin baxaq. Amerika Vespucci tərəfindən Amerikanın yeni qitə olduğu sübuta yetirildi. Amerika Vespucci tərəfindən yeni qitə olması sübuta yetirilməsi bəli, böyük coğrafi kəşflər dövrünə aiddir. Bu doğrudur. Vasco da Gama tərəfindən Avropada Hindistana dəniz yolunun açılması bəli, böyük coğrafi kəşflər dövrünə aiddir. Daha sonra Magellanın dünya səyahətinə çıxması bəli, bu da böyük coğrafi kəşflər dövrünə aiddir. Beringin başçılığı ilə 2 Avrasiya və Amerika arasında boğaz kəşf olundu. Bəli, bu artıq böyük coğrafi kəşflər dövrünə aid deyil. Bu müasir dövrə aiddir. Buna görə 4-cü variant yanlışdır. 5-də isə bizə deyir ki, Kolumb tərəfindən Vestind adaları, Şimal Passat cəryanı və Sarqas dənizi kəşf edildi. Bu da böyük coğrafi kəşflər dövrünə aiddir. 36. A yazıbsınız. Gəlin baxaq. Torpaq coğrafiya elminin banisi. Torpaq coğrafiya elminin banisi Lomonosov Xeyr. O iqtisadi coğrafiyanın banisidir. Düzgün cavab Dokuçayevdir. Dokuçayev, Vasili Dokuçayev torpaq coğrafiyası elminin banisidir. 37. Şimal coğrafi qütbünü, Cənub coğrafi qütbünü və Antarktida materiklərini kəşf edən müvafiq səyyahlar. Şimal coğrafi qütbünü kəşf edən Robert Piridir. A variantında onun adı verilməyib, səhvdir. C-də də verilməyib, səhvdir. Y-də də verilməyib, səhvdir. B və D variantları hələ ki uyğun gəlir. Gəlin baxaq. Cənub coğrafi qütbünü kəşf edənlər isə Robert Scott və demək Raul Amundsendir. Buna görə B variantı uyğun gəlir. Üçüncüdə deyir ki, Antarktida materikini kəşf edən isə Bellingshausen və Lazarevdir. Bunlar doğru cavab B variantı olur. D-də yanlış nədir? İkinciyə Bellingshausen adını verib. Bellingshausen Cənub coğrafi qütbünü yox, Antarktidanı kəşf edib. Buna görə D variantı da yanlışdır.
2024 mü? Kitabın buraxılışına qoy baxım. Kitabın buraxılışı 2024-dür, bəli, 24-cü ilin kitabıdır. Demək, davam eləyək. Növbəti suala baxaq. Neçədə qalmışdı? 37-yə baxdı, 38. 38-də deyir ki, fiziki və iqtisadi və sosial coğrafiya ilə bağlı fikirlər eylem və diaqram əsasən qruplaşdıraq. Fiziki coğrafiya aid olanlar, iqtisadi coğrafiya aid olanlar və hər ikisinə aid olanlar. Gəlin baxaq. Tibbi coğrafiya. Tibbi coğrafiya demək, iqtisadi və sosial coğrafiyanın bir sahəsidir. Buna görə ikinciyə gedir. Geomorfologiya deməli, fiziki coğrafiya aiddir. Buna görə 1-ə gedir. Coğrafi informasiya sistemləri, yəni CIS qısaca. Həm fiziki coğrafiyada CIS-dən istifadə olunur, yəni datadan, məlumatdan, kompüterdən, həm fiziki coğrafiyada, həm də iqtisadi coğrafiyada istifadə olunur. Buna görə 3 nömrə hər ikisinə gedir. Ekoloji coğrafiya demək, ekoloji coğrafiyada həmçinin gedəcək ikinciyə, yəni iqtisadi coğrafiyaya və demografiya. Demoqrafiyada həmçinin əhali ilə bağlı, daha doğrusu ekoloji coğrafiya, fiziki coğrafiyaya gedir, təbiəti öyrənir, ətraf mühitin mühafizəsini öyrənir. Demoqrafiya isə əhalini öyrəndiyi üçün 5-ə gedəcək. Buna görə birinciyə 2-4, ikinciyə 1-5, üçüncü 3 olmalıdır. Bu da Y variantında demək uyğun gəlir. Cavab Y variantı olacaq. Sonra 39. Kitabın özünü skrin olar. Göstərim skrin ilə. Budur kitabın özü. Abituriyentlər üçün yaxşı bir kitabdır, maraqlı bir kitabdır. Həm rənglidir, öyrədici bir kitabdır. Skrin elin götürün. Hamid Məmmədov desəz, coğrafiya test toplusu verəcəklər. Üstünə yarpaq şəklidir. Demək, davam edirik. Qalmışdıq 39-cu sualda. 39. 39-da deyir ki, gəlin baxın nə deyir? Deyir ki, bitki, heyvan və mikroorqanizmlərin paylanması qanun uyğunluqlarını öyrənir. Bitki, heyvan və mikroorqanizmlərin paylanma qanuna uyğunluğunu test düzəldim, ekran düşmür. Bitki, heyvan və mikroorqanizmlərin paylanması qanuna uyğunluqlarını bizə deyir, öyrənir. Burada biocoğrafiya, bəli, bitki və heyvanları öyrənir. Bu doğru cavabdır. Demografiya əhalini öyrənir. Paleocoğrafiya qədim suxurların, bitkilərin qalıqlarını öyrənir. Meteorologiya havanı öyrənir. Geomorfologiya relyefi öyrənir. Bunun PDF-i məndə yoxdur. Telegram qruplarında bəlkə olsun. O Telegram qruplarına baxsınız, bəlkə taparsınız. Buradan düzgün cavab A variantıdır. Hamid Məmmədovun kitabının PDF-i var Telegram qruplarında. Testini görməmişəm. Azərbaycan relyefinin öyrənən alimlər, relyefini öyrənənlər Budaq Budaqov və Müseyib Müseyibov olmuşdur. A variantı düzgün cavabdır. Hacı Əliyev, Asaf Nədirov deməli iqtisadiyyatını öyrənib, iqtisadi coğrafiyanı öyrənib. Həsən Əliyev, Məhəmməd Salayev torpaqşünaslığı öyrənib, torpağı öyrənib. Əbdülrahim Hacızadə, Salih Rüstəmov demək çayları öyrəniblər. Ənvər Şıxliniz, Qələb Abbas Mədədsadəsi iqlimi öyrənib. Buna görə düzgün cavab olacaq A variantı. 41. 41-də deyir ki, Sakit Okean hansı verilmiş xüsusiyyətlərdən hansı səyyaha aiddir? Sakit Okean adalarında yaşayan insanların Cənubi Amerikadan üzəyə bura gəlməsi fikrini söyləmişdir və Kontik adlı qədim dövr gəmisi hazırlayaraq sahildən xeyli uzaqda yerləşən adalara üzüb çata bilmişdir və Qobustan Skandinaviya qayaları üzərində çəkilmiş gəmi təsvirin oxşarlığını sübut eləmişdir. Bu Tur Heyerdaldır, Norveçli səyyah o. Demək, bunu biz necə yadda saxlayaq? Norveçlidir, Skandinaviyada yaşayıb və Skandinaviyada qayalar üzərində olan gəmi təsvirləri ilə Qobustanda olan qaya üzərindəki gəmi təsvirinin oxşarlığını belə deyək, söyləmişdir və demişdir ki, qədim dövrdə, dəniz dövründə, yəni onlar arasındakı dəniz əlaqəsinin olduğunu fikrini irəli sürmüşdür. 42-ci sual. Gəlir çatdı 42-yə. 42-də deyir ki, yer atmosferində baş verən fiziki kimyəvi prosesləri öyrənən elm. Deməli, atmosfer deyirsə havadır. Havanı öyrənən elm də əlbəttə ki, meteorologiyadır. Paleocoğrafiya qədim suxurları, bitki qalıqlarını öyrənir. Bu səhvdir. Hidrologiya quru sularını öyrənir. Atmosferi öyrənmir. Toponomika coğrafiya adları öyrənir. Geomorfologiya ki, yer səthinin relyefini öyrənir. Düzgün cavab olacaq D variantı. 43. Aşağıdakı sxemdə yeni dünyadan köhnə dünyaya və əksinə
yəni köhnə dünyadan yeni dünyaya daşınan bitkilər göstərilmişdir. Bizdən səhv sıranı istəyir. Əslində bu çox da düşən sual deyil, amma yenə də baxaq. Deməli, yeni dünyadan köhnə dünyaya gətirilənlər və köhnə dünyadan yeni dünyaya gətirilənlər. Burada nələr səhv verilir, biz onu tapmalıyıq. Deməli, yeni dünyadan köhnə dünyaya gətirilib bibər doğrudur. Buğda yanlışdır. Buğdanın vətəni Afrikada, bu köhnə dünyadan yeni dünyaya aparılıb. Qarğıdalı bəli, çəltik yanlışdır. Ananas doğrudur. Çəltik də köhnə dünyanın bitkisidir. Buna görə burada yanlış 2 ilə 4-dür. Sonra köhnə dünyadan yeni dünyaya aparılanlar. Kələm, bəli, köhnə dünyadan yeni dünyaya aparılıb. Armud, bəli, köhnə dünyadan yeni dünyaya aparılıb. Balqabaq yanlışdır. Yeni dünyadan köhnə dünyaya gətirilib. Qəhvə, bəli, köhnə dünyadan yeni dünyaya aparılıb. Vətəni Efiopiyadır. Pomidor, pomidor yanlışdır. Çünki pomidor köhnə dünyadan yeni dünyaya yox, yeni dünyadan köhnə dünyaya gətirilib. Düzgün cavab görə nə olur? Birincidə yanlış olan 2 ilə deməli 4-dür. A variantı uyğun gəlir. İkincidə yanlış olan 3 ilə 5-dir. Bəli, cavab A variantı olur. Sonra növbəti suala baxaq. 44-cü sual. 44-də nədir? 44-də deyir ki, klasterdə verilmiş səyyahları birləşdirən ümumi xüsusiyyətləri müəyyən edin. Gəlin baxaq. Demək, klasterdə verilmiş səyyahlar birləşdirən ümumi xüsusiyyət Francis Drake'dir, Magellan'dır, Crustacean'dır, Lisianski'dir, James Cook'dur. Bunlar hamısını birləşdirən görək hansı xüsusiyyət var. A-da deyir ki, böyük coğrafi kəşflər dövrünə aiddir. James Cook böyük coğrafi kəşflər dövrünə məsələn aid deyil. Ivan Krusenstein aid deyil. Yəni bunlar A variantı ola bilməz. B-də Amerika qitəsini kəşfində rol oynayıblar. Xeyr, bu da yanlışdır. Dünya səyahətinə çıxıblar. Bəli. Həm Magellan 2 dünya səyahətini edib, ondan sonra Francis Drake edib, sonra James Cook edib, sonra ruslar dünya səyahətinə çıxıblar. Bəli, burada düzgün cavab C variantıdır. Bütün bu gördüyünüz alimlər, səyyahlar hamısı dünya səyahət etmiş şəxslərdir. 45. 45-də deyir ki, yer haqqında ilkin təsəvvürlərə malik olmuş xalqlar. Yer haqqında ilkin təsəvvürlərə malik olan xalqlar Babillərlə Şumerləri götürürük ki, onlar yer haqqında ilk təsəvvürlərə malik xalqlar idi. 46-cı sual. 46-da deyir ki, mətni tamamlayın. Nöqtə. Fikrincə, dünya bir neçə qatdan ibarətdir. Özləri mərkəzdə, başqaları isə göyün üst və alt qatlarında yaşayırlar. Bu fikrin müəllifi Babillər idi. Babillərə görə dünya bir neçə qatdan ibarətdir. Özləri ortadadırlar. Onların üstündə və altında yeri müxtəlif, dünya müxtəlif qatları var. İnancları belə olmuşdur. Buna görə 46-da düzgün cavab C-dir. Şumerlərə görə isə dünyanın hər cəhətində, şimalda, şərqdə, cənubda, qərbdə, hər tərəfdə bir dünya mövcud olmuşdur. Sonra 47-ci sual. 47-də deyir ki, dünyanın 4 cəhətdən ibarət olmasını və hər cəhətdə bir dünya olduğunu söyləyənlə bayaq adını çəkdiyim Şumerlərdir. Bu, Şumerlərin fikridir. 48. Şumerlər yer haqqında fikirlərində hansı ərazilərin təsviri yox idi? Gəlin baxaq. Qara dəniz. Bəli, Qara dəniz köhnə dünyaya aiddir. Onların təsəvvürləri olub. Kiçik Asiya köhnə dünyadır aid olub. Aralıq dənizi köhnə dünyada aid olub. Egey dənizi köhnə dünyada aid olub. Hindistan isə aid olmayıb. Hindistan sonradan öyrənilən ərazidir. 49. 49-da deyir ki, ilk coğrafiya kitabının və xəritəsinin müəllifi, ilk coğrafiya kitabının və xəritəsinin müəllifi coğrafiyanın atası adlandırılan Eratosfen olmuşdur. Eratosfen həm ilk coğrafiya kitabının müəllifidir, həm ilk coğrafiya xəritəsinin müəllifidir, həm də ilk dəfə coğrafiya terminini elmə gətirmiş şəxsdir. Növbəti sual. Mətndə hansı qədim millətlərdən söhbət gedir? Gəlin baxaq. Deyir ki, ətraf ərazilərdə ilk səyahət etmiş və bu ərazilər haqqında məlumat toplamışdılar. Onlar Nil çayının, bax mətnin davamında nə deyir? Deyir, onlar Nil çayının yuxarı axınını, demək, kamerada o netləşsin. Onlar Nil çayının yuxarı axarlığını, Qırmızı və Aralıq dənizinin sahil boyu ərazilərini üzmüş və ticarət aparmışlar. Nil çayı boyunca, yəni Şimali Afrikada yaşayanlar Finikiyalılar olublar. Onlar Şimali Afrikada yaşamış və bu əraziləri tədqiq etmişdilər. 51. 51-də deyir ki, ilk coğrafiya təsvirlərinin və biliklərinin formalaşdığı ərazilərdən biri. Gəlin baxaq, Amazon ovalığı yeni dünyada aid deyil, Avstraliya yeni dünyada aid deyil, Şimali Avropa
sonradan öyrənilib aid deyil. Cənubi Amerika yeni dünyada aid deyil. Burada düzgün cavab olacaq Mesopotamiya ovallığı. Babillər və Şumerlərin yaşadığı ərazidir və ilk coğrafi biliklər də bu ərazilərdə öyrənilib. Sonra gəlib çatdıq 52-ci suala. 52-ci suala baxaq. 52-ci sualda deyir ki, qədim Yunanistanda təbiətşünaslığın əsasını qoymuş, ilk dəfə üfüqün cəhətlərdən anlayışını elmə gətirmişdir. Üfüqün cəhətləri anlayışını elmə gətirən, qədim Yunanistanda təbiətşünaslığın əsasını qoyan şəxs Fales olmuşdur. Milletli Fales. Bunun üçün cavab olacaq A variantı. 53. 53-də deyir ki, qədim dövrdə aparılan müşahidələr əsasında yerin kürə şəklində olması qənaətinə gəlmişlər. Yerin kürə şəklində olduğunun qənaətinə gələnlər kimlər olub? Bunlar deməli biz deyəcəyik Aristotel və Strabondur. Aristotel yerin belə deyək, kölgəsinin ayın üzərinə kürə formada, yumru formada düşdüyünə əsaslanaraq yerin kürə formada olduğu fikrini irəli sürmüşdür. 54. Köhnə dünya adlanan ərazilər. Köhnə dünya deyəndə biz Avropa, Afrika və Asiyanı götürürük. Şimali Amerika, Avstraliya, Cənubi Amerika isə sonradan kəşf olunmuş ərazilərdir. Ona görə düzgün cavab olacaq 1, 3, 5, yəni D variantı. 55. Yeni dünyaya aiddir. Gəlin baxaq. Yeni dünyaya aid olanlar Avropa, Asiya. Asiya köhnə dünyadır. Afrika köhnə dünyadır. Asiya köhnə dünyadır. Afrika yenə köhnə dünyadır. Şimali Amerika və Cənubi Amerika yeni dünyadır. 55-də düzgün cavab olacaq Y variantı. Bəli, Y variantıdır 55-də. 56. Gəlin 56-ya baxaq. Deyir, Ptolemeyin tərtib etdiyi xəritənin Eratosfenin tərtib etdiyi xəritədən fərqli xüsusiyyəti. Bayaq da belə bir test var idi. Fərqi bu idi ki, Ptolemeyin xəritəsində, demək, A variantına gəlin baxaq. Xəritəsində Eratosferindən fərqli olaraq Amerika qitəsi təsvir edilmişdi. Xeyr, heç biri Amerika qitəsini təsvir etməmişdi. B variantı, daha geniş ərazilər tərtib edilmiş, meridian və paralellərdən istifadə olunmuşdu. Bəli, bu düzgün cavabdır. Ptolemeyin xəritəsində nisbətən daha geniş ərazilər təsvir olunmuş və meridian və paralellərdən istifadə olunmuşdu. B variantı doğru cavabdır. Xəritədə bütün materiklər təsvir edilməyib, çünki yeni dünya məlum deyildi. Yalnız köhnə dünyadan ərazi təsvir olmuşdu. Zaten hər ikisində bu yəni ortaq cəhətdir. Fərqli cəhət deyil. Hər ikisində köhnə dünya təsvir olunmuşdu. Xəritədə okeanların bir-biri əlaqəsini əks etdirilmişdi. Xeyr, çünki bütün materiklərlə təsvir edilməmişdi. Onun üçün cavab olacaq B variantı. 57. 57-də deyir ki, Ptolomey və Eratosfenin tərtib etdiyi xəritələr üçün ortaq cəhət. Gəlin baxaq. Hər ikisi xəritədə bütün materikləri təsvir etməyiblər. Onlara köhnə dünya çünki məlum deyildi. Sonra B variantına baxaq. B-də nə deyir? B-də deyir ki, hər iki xəritədə Amerika qitəsi təsvir olunmuşdur. Xeyr, heç birində Amerika qitəsi təsvir olunmamışdır. Hər iki xəritədə paralel və meridianlardan istifadə olunub. Xeyr, heç birində paralel və meridianlardan istifadə olunmayıb. Sonra hər ikisində yalnız köhnə dünya, bəli, hər ikisində yalnız köhnə dünya təsvir edilib, çünki hələ yeni materiklər kəşf olunmamışdı. Hər ikisi xəritədə okeanların bir-bir əlaqəsi təsvir olunmur, çünki okeanların bir-bir əlaqəsi 1519-22-ci illərdə Magellan sübut edib. Burada düzgün cavab olur D variantı. Keçdik növbəti suala, 59-cu suala. 59-da deyir ki, deməli, qədim xəritələrdə Afrikanın şimalı necə adlanırdı? Afrikanın ümumiyyətlə şimal hissəsi Liviya adlanırdı. Orta əsrlərə qədər bu ərazilər Liviya adlanıb. Buna görə düzgün cavab olur B variantı. Finikiyalılar isə Şimali Afrikada yaşamış, belə deyək, xalqdır. Amma ərazi Liviya adlanıb. Düzgün cavab olur B variantı. 60. Qədim xəritələrdə hansı ərazilər təsvir olunurdu? Gəlin baxaq. Qədim xəritələrdə yeni ərazi, yəni yeni dünyaya aid olan Amerikadır, Avstraliyadır, Cənubi Amerikadır, Antarktidadır. Bu ərazilər təsvir olunmayıb. Yalnız Asiya, Avropa və Afrikanın şimalı təsvir olunub. Gəlin baxaq, Şimali Amerika təsvir edilməyib. Sonra Cənub-Qərbi Asiya bəli təsvir olunurdu. Avstraliya ilə kəşf olunmamışdı. Cənubi Avropa təsvir olunurdu. Afrikanın şimalı təsvir olunurdu. 2, 4, 5 düzgün cavab olur
Y variantı. 58 qaldı. Aha, bəli. 58-ə baxaq. Yerin kainatın mərkəzində dayanmasını, Günəş və digər planetlərin isə yer ətrafında fırlanması fikrini irəli sürmüşdür. Baxaq. Yerin mərkəzdə dayanması o deməkdir ki, bu geosentrik nəzəriyyədir. Geosentrik nəzəriyyə yer mərkəzdədir, digər planetlərin ətrafında fırlanır. Bu nəzərin də müəllifi kimdir? Ptolemeydir. Hangi cavab olacaq? D variantı. Çox sağ olun Əliyev. Bayaq bu sual yaddan çıxmışdı, ötürmüşdüm. Aha. Gəlin baxaq indi 61-ci suala. 61-də deyir ki, qədim xəritələrdə hansı ərazilər, daha doğrusu 61. Venn diaqramı əsasında düzgün qruplaşdırılmış cavabı təyin edin. Gəlin baxaq. Eratosfenə aid olanlar, Ptolemeyə aid olanlar və hər ikisinə aid olanlar. Eratosfenə aid olanlar görək nədir? Eratosferə aid olan Avropa, Asiya qitələrini, Afrikanın şimalını, hər ikisinə aiddir. Hər ikisi xəritədə Avropanı, Asiyanı və Afrikanı vermişdir. Bir gedir hər ikisinə. Sonra ilk dəfə yerin ölçüslərini hesablamışdı. İlk dəfə yerin ölçüslərini hesablayan Eratosfen olub. Xəritə üzərində meridian paralellər verib. Bu Ptolemeydir. Sonra ilk dəfə coğrafiya termini işlədən Eratosfendir. Tərtib etdiyi xəritədə daha geniş ərazilər vermişdir. Daha geniş ərazilər verən Ptolemeydir. Coğrafiya elminin inkişafının xidmətləri olmuşdur. Hər ikisi həm Eratosfen, həm Ptolemeyin xidmətləri olmuşdur. Deməli, birinciyə gedir 2-4, ikinciyə 3-5, üçüncüyə 1-6. Düzgün cavab olacaq. Görək hansı variant uyğun gəlir. Deməli, birinciyə 2-4, ikinciyə 3-5, üçüncüyə 1-6. A variantı cavab. Düzgün cavab olur A variantı. Sonra 62-ci sual. Skandinaviyalıların tədqiq etdiyi ərazilər. Skandinaviyalılar Leif Eriksonun başçılığı ilə demək Qrönlandiya adasını və Şimali Amerikanın şərq sahillərini tədqiq ediblər. Burada düzgün cavab olacaq B variantı. Sonra növbəti suala baxaq. Görək növbəti sualda nə deyir? 63-cü sual. 63-də deyir ki, verilmiş fikirlərin aid olduğu türk səyyahı kimdir? 11-ci əsrdə türk xalqlarının məskunlaşdığı əraziləri, onların dilini, ədəbiyyatını, folklorunu öyrənmiş, onun öyrəndiyi məlumatlar əsasında türk xalqlarının yaşadığı ərazilərin xəritəsi tərtib olunmuşdur. Deməli, türklərin yaşadığı ərazilərin xəritəsini tərtib eləyən, onların folklorunu öyrənən şəxs Mahmud Qaşqari olmuşdur. Həmçinin Piri Rəis də xəritə tərtib edib, lakin o Piri Rəis Atlantik okean sahillərinin xəritəsini tərtib edib. Sonra 64. 13-cü əsrdə Çin və Hindistana səyahət etmiş İtalyan tacir. Çin və Hindistana səyahət etmiş deməli İtalyan tacir Marco Polo'dur. Marco Polo deməli Böyük İpək yolu boyunca səyahət etmiş və Çini, Hindistanı öyrənmişdir. Növbəti sual 65-ci sual. 16-cı əsrdə Atlantik okeanının Afrika sahillərində üzmüş Atlantik okean xəritəsini tərtib etmişdir. Deməli, Atlantik okean xəritəsini tərtib eləyən şəxs Piri Rəis olmuşdur, türk olmuşdur. O kartoqraf olmuş və 16-cı əsrdə Atlantik okean xəritəsini tərtib etmiş. Deməli, yeni dəstəkdə nə yazır? Yeni dəstəkdə yazır ki, onun xəritəsində hətta Cənubi Amerikanın şərq sahillərdən təsvir olunmuşdur. 2026-nın dəstəsində belə yazır. Sonra gəlib çatdıq neçənci suala? 66-cı suala. 66-da nə deyir? 66-da deyir ki, Venn diaqramına əsasən düzgün qruplaşdırmanı təyin edin. Gəlin baxaq. Marco Polo'dur, bir də Mahmud Qaşqaridir. Marco Polo, bax nədir? Mərkəzi Asiyada yaşamışdır. Marco Polo türk olmuşdur. Mahmud Qaşqari isə Mərkəzi Asiyada yaşamışdır. Burada demək hansına gedəcək? 1 gedir Mahmud Qaşqariyə. Mərkəzi Asiyada yaşayan Mahmud Qaşqaridir. Marco Polo isə türk olub. 2. Çinə və Hindistana səyahət etmişdir. Çinə və Hindistana səyahət eləyən demək kim olub? Çinə və Hindistana yenə bir ki Marco Polo olmuşdur. O İpək yolu boyunca səyahət etmişdir. Sonra yeni məlumatlar əldə etmişdir. Hər ikisi həm Marco Polo, həm Mahmud Qaşqari yeni məlumatlar əldə edib türk xalqlarına coğrafiya. Nə dərsək coğrafiya.
Və Türk xalqlarının dilinə aid lüğət tərtib etmişdi. Bu da Mahmud Qaşqari idi. Mahmud Qaşqari Türk xalqlarının dilinə aid divan lüğət tərtib etmişdir. Birinciyə gedir 2, ikinciyə 1, 4, üçüncü 3. Düzgün cavab olur D variantı. 67. 67-dir ki, böyük coğrafi kəşflər dövründə əsas dəniz ticarət yollarına nəzarət edən ölkələr. Böyük coğrafi kəşflər dövründə dəniz yollarına nəzarət edən əsas ölkələr hansılar olub? Bunlar İspanlar və Portuqallar olub. Daha sonra isə Niderlanda, Hollandiyaya keçib. Amma söhbət böyük coğrafi kəşflər dövrünə gedirsə, burada İspanlar və Portuqallar olmuşlar. Keçdik 68-ə. Gəlin baxaq. 68-də deyir ki, Kristofer Kolumbun qərbə üzməklə Hindistana çatacağını nə ilə əlaqələndirirdi? Yəni, Kolumb niyə düşünürdü ki, qərbə üzərək Hindistana gedib çata bilər? Qərb yolunun daha təhlükəsiz olması, xeyr, şərq istiqamətində Hindistana çatmağın mümkün olmaması mümkün idi. Lakin əlverişli deyildi. Qərb istiqaməti yolun daha qısa olması, xeyr, yerin kürə şəklində olması, bəli. Yer kürə şəklində olduğunu əsas gətirərək deyir ki, qərbə üzərək zaten şərqə gedə bilərik. Yəni, qərbə üzərək də Hindistana çatmaq mümkündür. Buna görə də əsası onun yerin kürə şəklində olması idi. Növbəti suala baxaq. 69. 69-da deyir ki, Amerika qitəsini kəşf etmiş səyyah. Amerika qitəsini kəşf etmiş səyyah, baxaq, Magellan deyil, Magellan 2 dünya səyahətini eləyib. Cook 3 də dünya səyahət eləyib, Amerikanı kəşf eləməyib. Amerikanı kəşf edən səyyah Tasman deyil, Avstraliyanı öyrənib, Vasco da Gama Hindistana dəniz yolunu kəşf eləyib və Kolumb bəli Amerika qitəsini kəşf etmiş, ilk dəfə Amerika getmiş səyyah hesab olunur. 70. 70-də deyir ki, Amerikanın yerli sakinlərini Hindu, Amerika sahillərində yerləşmiş adaları isə West India adaları adlandıran səyyah. Demək, əlbəttə ki, bu da deməli Kolumbdur. Kolumb Amerikaya gedəndə yerli əhali Hindistana gəldiyini düşünürdü və yerli əhalini Hindu, oradakı adaları isə West India adaları adlandırmışdı. Sonra 71-ci suala gəlin baxaq. 71-də deyir ki, hansı səyahət nəticəsində yerin kürə şəklində olması və dünya okeanının vahidi sübuta yetirildi? Əlbəttə ki, Magellanın yeri tam şəkildə 2 dəfə dövr etdikdən sonra yerin kürə şəklində olması və vahid dünya okeanı olması sübuta yetirildi. 72. Deyir, Kolumbun kəşf etdiyi ərazilərin yeni torpaq olması fikrini irəli sürmüşdür. Demək, Kolumb əraziləri kəşf etsə də elə düşünürdü ki, o Hindistanda, yəni Amerikanın müstəqil bir qitə olduğunu bilmirdi. Bunu isə demək söyləyən Amerika Vespucci oldu ki, Amerika qitəsinin adı da onun adı ilə Amerika adlandı. Amerika Vespucci kartoqraf olmuşdur və o sübut etdi ki, Kolumbun getdiyi ərazi əslində Hindistan yox, müstəqil bir qitədir. Ona görə düzgün cavab olur B variantı. Növbəti sual 73. 73-də deyir ki, 1497-1499-cu illərdə Hindistana dəniz yolu açmış səyyah. Gəlin baxaq. 97-99-cu illərdə Hindistana dəniz yolunu açan səyyah Vasco da Gama olmuşdur. Y variantı. Tasman Avstraliyanı, James Cook həmçinin Avstraliyanı, Magellan 2 dünya səyahətini, Kolumb isə Amerikanı öyrənmişdi. Hindistana dəniz yolunu açan şəxs isə, səyyah isə Vasco da Gama olmuşdur. 75. Deyir ki, Antarktida materikini kəşf etmiş səyyahlar ruslar olublar. Burada ruslar əlbəttə ki, Bellingshausenlə Lazarevdir. Onlar Antarktida materikini kəşf etmişlər. Sonra 75-ci suala gəlin baxaq. 75-də baxdıq daha doğrusu 76-cı sual. 76-da deyir ki, Magellanın səyahətini başa çatdırmış səyyah. Magellan dünya səyahəti eləyəndə onu Filippində öldürürlər. Onun səyahətini isə başa vuran 74 qaldı. Aha, bəli 74. 74-də deyir ki, Arafur dənizini keçərək Cape York yarımadasının qərb sahillərinə çatmış səyyah. Arafur dənizi Avstraliya sahillərində yerləşir. Cape York yarımadasının qərb sahilinə çatmış səyyah isə Janson olub. Janson Hollanda olub, Avstraliya sahillərinə gəlib, lakin o, belə deyək, müəyyən eləyə bilməyib ki, bu müstəqil bir materikdir. Düzdür. D variantı, xeyr, D deyil. Düzdür. James Cook Avstraliyanı kəşf eləyib, amma Arafura gəlib Cape York yarımadasının qərb sahilinə çatmış səyyah Janson olub.
75-i deyildi, 76. Fellan Magellan səyahətini başa çatdırmış səyyah. Bəli, Fellan Magellan səyahətinin D variantıdır. Bəli, bəli. Juan Elcano'dur. Juan Elcano onun səyahətini başa çatdırmışdır. Sonra 77. Xəritə sualıdır. Gəlin baxaq. Deyir, xəritədə sxemdə verilmiş marşrut xəttin aid olduğu şəxs, səyyah. Afrikanı dolanıb. Kimdir bu Afrikanı dolanan? Xeyr, güvən deyil. Amid Məmmədovun testidir. Afrikanı dolanan səyyah Əkbər. Xoş gördük Əkbər. Necəsən? Demək, Afrikanı dolanaraq Hindistana gedən səyyah kim olub? Bu Vasco da Gama olmuşdur. Vasco da Gama Hindistana dəniz yolunu kəşf etmiş şəxsdir. Sonra 78-ci suala gəlin baxaq. Səyyahlar düşmür. Bəli, səyyahlar abituriyentlərə çox vaxt düşmür, amma miq və sertifikasiya düşür. Demək, növbəti sual 78-77-yə baxdıq. Yəni 78-ə baxaq. 78-də deyir ki, xəritə sxemində verilmiş marşrut xəttin aid olduğu səyyah. Görürük ki, bu səyyah Avropadan çıxıb, deməli, Atlantik okeanına, oradan Filippinə, oradan da Afrikanı fırlanıb, təzədən Avropaya qayıdıb. Avropaya qayıdıb, bu Fellan Magellan aslında burada təsvir eləmək istəyib. Lakin burada Filippinə qədər gəlib çatıb Fellan Magellan. Fellan Magellan Filippinə qədər gəlib çatıb. Ondan sonra o səyahətini davam etdirməyib. Juan Elcano əslində olmalı idi, amma cavab buradan yəni Fellan Magellan götürürük. Lakin o Filippinə qədər gəlib çatmışdı. Ondan o yana gəlib çatmayıb. 79. 79-a baxaq. Deyir, xəritə sxemində verilmiş dəniz marşrutlarına uyğun dənizçilərə aid olan fikirləri düzgün qruplaşdırın. Gəlin baxaq. Bir nömrə. Bir nömrə demək. Bir nömrə yaşıl rəngdə verilib. Miqazılı, bəli, istəyən olsa yönləndirərəm. Demək, bir nömrə yaşıl rəngdədir və bu yaşıl rəngdə verilən Amerikaya gedib West Indiya adalarını öyrənən kimdir? Gəlin baxaq variantlara. Deyir, səyahət etdiyi torpaqları West Indiya adlandırıb. Bəli, Kolumb bir nömrəli yaşıl xətt üzrə səyahət etmiş və səyahət etdiyi ərazidə West Indiya adlandırmışdı. A gedir, 1-ə gedir A. Sonra Sakit okeanı kəşf etdi. Sakit okeanı öyrənən Fellan Magellan olub. Onun marşrut xətti isə qırmızı rəngdə verilib. 3-ə gedir B. Sonra Atlantik okeanından üzüb Hind okeanını keçdi. Bu isə Vasco da Gama'dır. Bu 2-yə gedir. C gedir 2-yə. D. Yerin kürə şəklində olması fikrini sübut etdi. Yerin kürə şəklində olması fikrini sübut edən yenə Fellan Magellan'dır. Yeri bütöv fırlanaraq yerin kürə şəklində olduğunu sübut eləmişdi. Buna görə burada D gedir. Və Y variantına baxaq. Kəşf etdi əraziləri, sonralar yeni dünya adlandırdılar. Bu isə gedir kimə? Deməli, Kolumba bir nömrəyə. A, Y getdi 1-ə, B, D getdi 3-ə, 2-yə də C. Düzgün cavab olur Y variantı. Sonra gəlin baxaq 80-ci suala. 80-də görə nədir? 80-də deyir ki, Kolumb Hindistana çatmaq üçün hansı yol ilə hərəkət etməyi nəzərdə tuturdu? Gəlin baxaq. Çox sağ ol İsmail. Sağ olun. Kolumb Hindistana çatmaq üçün hansı yol ilə hərəkət etməyi nəzərdə tutmuşdu? Gəlin baxaq. Avropadan cənuba üzməklə xeyir, Araq dənizini keçməklə xeyir, Avropadan qərbə üzməklə. Bəli, Kolumb düşünürdü ki, yer kürə formasındadır və qərbə doğru üzsə gedib Hindistana çatacaq. Buna görə 80 düzgün cavab olur C variantı. 81-ə baxaq. 81-də deyir ki, 17-ci əsrin 40-cı illərində Avstraliya sahillərində olmuşdur. Deməli, 17-ci əsrin 40-cı illəri düşür 1640-cı illərə. Bu da əlbəttə ki, kim olacaq? Demək, Tasman. Tasman 1640-42-ci illərdə gəlib Avstraliya sahillərində olub. Ona görə 81-də düzgün cavab olur D variantı. Sonra 82. Gəlin 82-ci suala baxaq. 82-də görə nədir? 82-də deyir ki, xəritə sxemində verilmiş marşrut xəttinə aid olduğu səyyah. Görürük ki, Avropadan çıxmış və West Indiya adalarına gəlib və təzədən qayıdıb. Bu, demək, Kolumbun səyahət marşrutudur. O,
Amerikaya getmiş ilk səyyah hesab olunur. Sonra 83-cü sual. 83-də nə deyir? 83-də deyir ki, James Cooka aid olan fikirləri təyin edin. Hindistana dəniz yolu açıb. Xeyr, Hindistana dəniz yolunu açan James Cook yox, Vasco da Gama'dır. Buna görə bir səhvdir. 2-yə baxaq. Sakit Okeanın mərkəzi hissəsində yerləşən adaları öyrənib. Sakit Okeanın mərkəzi hissəsində yerləşən adaları bəli öyrənib James Cook. Bu doğrudur. Amerika sahillərində olan adaları kəşf edən James Cook deyil, Vasco da daha doğrusu Columbdur. 18-ci əsrin 60-70-ci illərində 3 dəfə dünya səyahət edən bəli James Cookdur. Bu da doğru variantdır. Hava adalarını kəşf edən bəli yenə James Cookdur. Dünyanın vahid okean olmasını söyləyən isə kimdir? Magellandır. Buna görə düzgün cavab olacaq 2, 4, 5 Y variantı. Sonra növbəti sual. Növbəti sual 84-cü sualdır. Gəlin baxaq. Coğrafiya adlı kitabında Azərbaycanın təbiəti, əhalisi və təsərrüfatı haqqında yazılı məlumatlar vermişdi. Deməli, coğrafiya kitabında Azərbaycan haqqında məlumat verən Strabon olmuşdur. Strabon həmçinin Qafqaz Albaniyası, o vaxt mövcud olmuş Qafqaz Albaniyası, Kürd çayıdır, Xəzər dənizidir. Bunlar haqqında məlumat vermiş səyyahdır. 85. 85-ci sual baxaq. 85-də deyir ki, hansı alimin tərtib etdiyi qədim xəritədə Xəzər dənizi, Qafqaz dağları və Kürd çayı təsvir olunmuşdur. Yenə bəli, bəli adını çəkdim, Strabondur. Strabon xəritəsində Xəzər dənizi və Kürd çayı təsvir olunmuşdur. 86. Hacı Zeynalabdin Şirvani səyahət etdiyi ərazilər. Gəlin baxaq. Hacı Zeynalabdin Şirvani hansı ərazilər səyahət edib? Hindistana bəli səyahət edib. Şimali Amerikaya səyahət eləməyib. İndoneziyaya səyahət edib. Avstraliyaya səyahət etməyib. Hansı testdir? Bu Hamid Məmmədovun coğrafiya testidir. Hamid Məmmədov. Efiopiya bəli səyahət edib. Cənubi Amerikaya səyahət eləməyib. Buna düzgün cavab olur 1, 3, 5 A variantı. Sonra bizə deyir klasteri tamamlayın. Gəlin baxaq. Klasteri tamamlayaq. Marağa şəhərində rəsədxana tikdirib, məntəqələrin coğrafi koordinatlarını verib, yerin fırlanmasını hesablamışdır. Marağa şəhərində deməli rəsədxana tikdirən Nəsrəddin Tusi olmuşdur. Azərbaycanın görkəmli alimi. Buna görə 87 düzgün cavab olur C variantı. Sonra 88. Yəni 88-ci suala baxaq. Demək. Kameranı qoy netləşdirim. Aha. 88. 88-də baxaq. Deyir ki, 14-cü əsrin son 15-ci əsrin əvvəllərində yaşamış məlum coğrafi adları təsvir verilmiş Azərbaycan alimi. Gəlin baxaq. Coğrafi adların təsvirini vermiş və 14-cü əsrin son 15-ci əsrin əvvəlində yaşamış Azərbaycan alimi. Burada söhbət gedir Əbdülrəşid Bakuvidən. Nəsrəddin Tusi bəli 256 məntəqənin o elə bir ki, coğrafi koordinatlarını verib. Həm də həmin dövrdə yaşamayıb. Əli Bruni ilk qlobusu hazırlayıb. Şirvani müxtəlif ərazilərə səyahət edib. Abbas Qulaq Bakıxanov isə Gülüstan İrəm əsərini yazıb. Burada düzgün cavab olur A variantı. Sonra 89-cu suala gəlin baxaq. Deyir ki, Hacı Zeynalabdin Şirvaninin səyahət etdiyi əraziləri təyin edin. Gəlin baxaq. Şirvani Şimali Avropaya səyahət eləməyib, Ərəbistana eləyib, Kanar adalarına eləyib, Cənubi Asiyaya səyahət eləyib, Cənubi Avropaya eləməyib, Şimali Amerikaya eləməyib. Düzgün cavab olur 3, 5, 2 D variantı. 90. 90-da deyir ki, yer haqqında qədim biliklərə malik olan ölkələr. Qədim dövrdə yer haqqında ilk bilikləri verən Çin olub, Hindistan olub, Misir olub, Yunanistan. Yəni qədim sivilizasiyalarda ilk dəfə olaraq nədir? İlk bilikləri veriblər. Ona düzgün cavab olacaq B variantı. 91. 91-də deyir ki, Kolumbun Amerikanı kəşf etməsi barədə əsər yazmış Azərbaycanlı alim. Kolumbun əsər yazmış alim Abbas Qulaq Bakıxanovdur. Bakıxanov deməli qəribə kəşflər adlı əsər yazıb. O əsərdə də nə təsvir olunub? Kolumbun kəşfləri. 92. 92-də deyir ki, Günəş sisteminin quruluşu haqqında əsərlər yazmış Azərbaycanlı alim. Yenə Günəş sisteminin quruluşu haqqında əsər yazmış alim yenə də Abbas Qulağa Bakıxanovdur. O Kainatın sirləri adlı əsər yazıb və Kainatın sirləri
Günəş sisteminin quruluşu haqqındadır. 93 93-ə baxaq. 93-də deyir ki, qədim xəritələrdə hansı ərazilərin təsviri yox idi? Qədim xəritələrdə qədim dünyanın, köhnə dünya təsvir olunurdu, yeni dünyanın təsviri isə yox idi. Gəlin baxaq. Qrönlandiya adası olmaz. Kiçik Asiya. Bizə deyir ki, təsviri yox idi. Hə, yox idisə Qrönlandiyanı götürə bilərik. Kiçik Asiyanın təsviri var idi, ona görə götürmürük. Avstraliyanın təsviri yox idi, ona görə götürürük. Aralıq dənizin təsviri var idi, götürmürük. Şimali Amerikanın təsviri yox idi, götürürük. Xəzər dənizini götürmürük. Düzgün cavab olur 1, 3, 5 A variantı. Sonra 94-cü sual. 94-ə baxaq. 94-də deyir ki, nədir? 94-də Antarktida materikini kəşf etmiş səyyahlar. Antarktidani ruslar kəşf eləyib, yəni Bellingshausenlə Lazarev. Ona görə düzgün cavab olur C variantı. Sonra 95. Yaşayış üçün olduqca əlverişsiz olan yerli əhalinin zorla məskunlaşdığı ərazi nə adlanır? Rezervasiya adlanır. Rezervasiya odur ki, gəlmələr tərəfindən yerli əhali məskunlaşdırılır və əlverişsiz ərazilərə köçürülür və həmin ərazilər rezervasiya adlanır. Məsələn, Amerikada hindular yerli əhali sıxışdırılaraq qərbə doğru əlverişsiz əraziyə doğru sıxışdırılıblar. Bu ərazilər bəli rezervasiya adlanır. Sonra 96-cı sual. 96-da görə nə deyir? 96-da deyir ki, xronoloji ardıcıllığı müəyyən edin. Gəlin baxaq. Xronoloji ardıcıllıq. Hindistana dəniz yolunun kəşf olunması. Hindistana dəniz yolunun kəşf olunması 1497-98-ci illərdə olub. Antarktidanın kəşfi 1820-ci ildə olub. Avstraliyanın James Cook tərəfindən kəşf olunması 1771. İlk dünya səyahəti Magellan eləyib 1520-ci ildə. Ardıcıllıq deyirsə 4, deməli 3, daha sonra 1, 4, 3, 2. Onun üçün cavab olacaq B variantı. Sonra 97. 97-də deyir ki, böyük çağ kəşflər dövrünün ən mühüm hadisələri. Gəlin baxaq. Böyük çağ kəşflər dövrünün ən mühüm hadisələri. Dünya okeanın vahid quruluşunun aşkar olunması. Bəli. Dünya okeanın vahid olması böyük çağ kəşflər dövründə Magellan tərəfindən kəşf olunub. Yerin daxili quruluşuna öyrənilməsi aid deyil. Avropa, Asiya, Amerika kəşf olundu. Avropa ilə Asiya kəşf olunmamışdı, zaten var idi. Yeni dünya kəşf olundu, bəli, doğrudur. Yerin kürə formada olduğu sübuta yetirildi. Bəli, bu da doğrudur. Düzgün cavab olacaq 1, 4, 5, yəni C variantı. 98. Coğrafi ifadələrdən hansılar doğrudur? Gəlin baxaq. Afrika böyük çağ kəşflər vaxtı kəşf olunub. Afrika ümumiyyətlə sonradan kəşf olunan materik deyil, qədim dünyadır. Coğrafiya termini ilk dəfə Eratosfen işlədib. Bəli, coğrafiya termini ilk dəfə işlədən, coğrafiya sözünü elmə gətirən Eratosfen olub. Dərəcə toru ilk dəfə Ptolemeyin xəritəsində, bəli, ilk dəfə məhz Ptolemeyin xəritəsində dərəcə toruna istifadə olunub. Hindistana ilk dəniz yolu Magellan kəşf edib. Xeyr, Magellan yox, Hindistana dəniz yolunu kəşf edən şəxs kim olmuşdu? Vasco da Gama olmuşdu. Ən qədim qlobus Ukraynada hazırlanıb, xeyr, Yunanistanda hazırlanıb. Plan, xəritə, qlobus kartoqrafik təsvirlərdir. Bəli, həm plan, həm xəritə, həm qlobus kartoqrafik təsvir hesab edilir. Düzgün cavab olacaq 2, 3, 6. Yəni D variantı. Daha sonra Y variantı. 2, 3, 6. Sonra 99. 99-da görək nə deyir? 99-da deyir ki, köhnə dünyadan yeni dünyaya və yeni dünyadan köhnə dünyaya gətirilən bitkiləri tapmalıyıq. Gəlin baxaq. Köhnə dünyadan yeni dünyaya çəlti, buğda, kələm uyğun gəlir. Pomidor, kartof, tütün yeni dünyadan köhnə dünyaya. Bəli, əslində düzgün cavab A variantıdır. Deməli, köhnə dünyadan yeni dünyaya gətirilənlər çəltidir, buğdadır, kələmdir. Yeni dünyadan köhnə dünya aparılanlar isə pomidor, kartof və tütündür. 100-cü sual. Gəlib çatdıq 100-ə. 100-cü suala deyir ki, Kolumbun səyahəti hansı nəticəni verdi? Kolumbun səyahəti bizə yerin kürə formada olduğunu sübuta yetirmədi. Bu Magellan səyahətidir. Okeanın vahidliyi yenə Magellan səyahətidir. Böyük İpək yolu Marco Polo'dur. Qərbdə yeni torpaqların kəşfi. Bəli, Kolumbun sayəsində biz qərbdə yeni dünya, yeni torpaqları kəşf edə bildik.
Belə bu gün də 100 suala baxdıq. İnşallah yenə də canlı yayınlarımız olacaq. Hələlik sağ olun. 100-dən suala baxdıq. Növbəti gündə sabahda inşallah növbəti mövzuda 100-dən suala baxarıq. Belə sağ olun. Hələlik görüşərik.